Xaqan Film Kinostudiyası təqdim edir. Vətən ətirli oğullar. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük vətən müharibəsində igid oğullarımız Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında zəfər sərnaməsi yazdılar. 30 il düşmənin soyuq nəzərləri altında sıxılan torpaqlarımız işğaldan azad olundu. İkinci Qarabağ müharibəsi haqqında danışarkən ilk növbədə əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpaqlarımızdan qovduq, bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaltdıq, tarixi ədaləti bərpa etdik və milli qürurumuzu bərpa etdik. Eşq olsun Azərbaycan ordusuna, Qarabağ Azərbaycandır! Şərəf tarixini yaradanlar arasında Kəlbəcər rayonundan olan igid oğullarımız da vardı. Şəhid Həsən Aydınoğlu Abdullayev. Abdullayev Həsən Aydınoğlu 15 oktyabr 1990-cı ildə Kəlbəcər rayonunun Ziver kəndində anadan olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Abdullayevlər ailəsi İsmailli rayonunun Quşincə kəndində yaşamaya başlayırlar. Orta məktəbi İsmailli rayonunun Quşincə kəndində oxuyub. Məktəbi bitirəndən sonra həqiqi hərbi xidmətə çağırılıb. Həsən Abdullayev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidmətləri ilə fərqlənib. Mənim oğlum Abdullayev Həsən Gəncə daxili qoşunlarda 12-13 il olardı ki, işləyirdi, hərbiçi idi. 44 günlük müharibə başlamamışdan təxmini 15-20 gün əvvəl bundan heç bir zəng məlumat yox idi. Nəysə günlərin bir gün mənə zəng gəldi, baxdım ki, uşaqdır zəng eləyib. Dedi, nə var, nə yox, dedim, sağlığın, haralardasan. Baskaldan yuxarı dağ, daş, necə bu Murova bənzər qayalıqlar zad olan bir yer vardı. Bunları öz yoldaşları ilə ayrı-ayrı hissələrə bölüblər. Sonra uşaqdan ayrılanda dedim, burada təlimə gəlmişsə, bu günlərdə yəqin ki, müharibə olar. Nə edirsən, elə düşmənə salcan vermə. Həsən heç yaddan çıxan bala deyildi. Həm istəkli, həm belə qonaqpərvər, yurtpərvər, elpərvər oğlan idi. Həmişə özün qabağa verirdi. Deyib, mənim torpağım işğal altındadır. Ən birinci o çıxıb. Azərbaycan Daxili İşlər Nazirliyinin daxili qoşunlarının çavuşu olan Həsən Abdullayev 2020-ci il sentyabrın 27-sində Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Çətin postlardan keçib, ən böyük Ömər Aşırımın ən birinci postdan onlar olubdular. Canavar postu deyirlər, indi Ömər Aşırımıdır. Bizim tapşırıq istiqamətimiz Kəlbəcərin kəndlərinə kimi gəlmişdi. Həsəngil canavar postlarına, tapşırıq onların canavar postlarına almaq qoymuşdu. Orada tapşırıq icra edib qayıtdıqdan sonra onda bildirdilər ki, yoldaşlar, Həsən şəhid olub. İşçi günü gedirdi rayona, getmişdi yoldaşına. Zəng gəldi ki, gəlin icranın qabağına. Elə ondan elə bil ki, nə bilim, heç bir anaya Allah Taala göstərməsin. Çətin andı. Gördüm, qardaşım oğlumdan zəng gəldi. Dedim, uşaq şəhid olub. İstədi məni yozdura, amma mən dəqiq bilirdim ki, bu yəni müharibədən sağ çıxmaz. Həsən Abdullayev oktyabrın 2-də Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
02 oktyabr 2020-ci ildə İsmayıllı rayonu Quşinci kəndində dəfn edilib. Mənim bir an 10 saniyəlik ayaqdan başa qədər keydim və dedim, mən möhkəm olmalıyam. Axı, mən həmişə vətən haqqında demişəm ki, getmək lazımdır, qalib olmaq lazımdır. İsmayıllı rayonundan təşkil olundu şəhidi qarşılama mərasimi. İsmayıl rayonundan nə bilim, Göyçaya qədər yol boyu bütün maşınlar. Bir vaxtlar o bir bayraq gətirmişdi Obskaya gələndə. Həmin bayrağa bürünüb getdim. Və o bayrağa mən əsl şəhid atası kimi büründüm. Həsən Abdullayev vətən uğrunda Kəlbəcərin azad olunmasına görə medalı ilə təltif edilib. Bala çətin şeydir, heç vaxt unutmaq olmur. Haraya hərranıramsa, elə bil xəyalımda dolanır. Ana bala heç doymadıq bir-birimizdən. Vətənə qurban demişdim, vətənə bir oğul verdim. Mən bir igid, bir qəhrəman, bir şəkər oğul verdim. Vətənə bir oğul verdim. Allah bütün şəhidlərə rəhmət eləsin. Vətən sağ olsun. Azərbaycan tarixinə 44 günlük zəfər savaşını onlar yazdılar. Bu torpaqları vətən eləyən oğullar. Onlar özləri yaratdıqları tarixin vətən ətirli oğullarına çevrildilər. Qələbə, zəfər tarixini yazanlar da, yaşadanlar da onlar oldu. Vətən müharibəsinin hər günü bizi addım-addım qələbəyə çatdırdı. Bu torpaqlar qəhrəmanlarımızın sayəsində əsl sahibinə, bizlərə qayıtdı. Torpağı, vətəni yaşadanları yaşatmaqsa bizlərin borcudur. Qarabağ Azərbaycandır. Həyat belədir ki, bunun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır. Amma şəhid olmaq bu xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmətdir.